Ya, bu bizim Hüngütlü kəndinin yolu, əsas yoludur. Buradan gündə bəlkə bir 500 maşın işləyir, aşağı yuxarı. Qonşu kəndlərdə də burada işləyənlər var. Bax, hər iki tərəfdən körpü deşilib, ölüm mənbəyidir. Əgər bir nabələd bir adam gələsi olsa gecə, bura düşməklə ya öləcək, ya da ki, nə bilim, nəsə bir böyük bir hadisə baş verəcək. Cəmi cümlətanı 1 metrə 60 santı yolun eni qalıb. Hər iki tərəf usub, su da axır. Bu da bunun ətraflı görünüşü. Xahiş edirəm, bəzi orqanlar buna bir əncam eləsin. Bizdə buna baxan bir şəxs yoxdur, cavabdeh insan yoxdur. Yolun hər iki tərəfi eyni vəziyyətdədir.